117 yaxşı sualdır uşaqlar. Diqqətlə qulaq asın. 117-də deməli, molyar kütləsi M olan turşudan alınan amin turşusunun əmələ gətirdiyi tripeptidin molyar kütləsini bizdən istəyir. Mən necə quracam? Deməli, birinci turşu ilə amin turşusuna baxın. Turşunun ümumi formulu bilirsiniz. CnH2n+1 doymuş bir əsaslı karbon turşusu budur. Amin turşusunun formulu necədir uşaqlar? Bayaq yazdınız. NH2, CnH2n-COH. Yenə fikir verin bura. Mən elə bilirəm ki, burada karbonlarda bir dəyişiklik yoxdur. Burada da N+1 sayda karbon var. Burada da N+1 sayda karbon var. Uşaqlar, turşudan amin turşusu necə alınır? Əslində onu bilirsiniz. Bayaq soruşdum onu. Dediniz, əvvəl xlorla reaksiyaya salırıq, sonra da onu amonyakla salırıq. Burada onunla işim yoxdur. Deməli, turşudan amin turşusu alınır. Mən turşunun da formulunu yazdım. Amin turşusunun. Bunların kütlələrinə baxın. Turşunun kütləsi neçə edir? Amin turşusunun kütləsi neçə edir? Baxaq. Turşunun kütləsi neçədir? Amin turşusunun kütləsi neçədir? Onlara bir dənə baxaq. Emerlərinə. Turşunun emeri edir 14n üzərinə gəl neçə? 46. Amin turşusunun emeri nə qədər edir? 14n üzərinə gəl 61. Buralar 46, 61. Burada fərq nə qədərdir? Kim deyər? Turşudan amin turşusu alınanda kütlə necə dəyişir? 14n plus 46 olur. 14n plus 60. 15 qram burada fərq var. Bizə deyir ki, turşunun kütləsi M-dir uşaqlar. Turşu M-dirsə, onda amin turşusu nə qədər olar? 15 qram fərq varsa, da olacaq M plus 15. Amin turşusu olacaq M plus 15. Bizə də deyir ki, amin turşusunu əmələ gətirdiyi tripeptidin kütləsində. Uşaqlar, tripeptid deyirsə, mən 3 amin turşusu yazacağım. Yazıram tripeptid. Üzərinə gəl neçə molsu? 2 mol. Bunu bilirsiniz. Amin turşusu M plus 15 elədir. İndi burada 3 vurulsun. M plus 15. Tripeptid istəyir deyənə tripeptidə 1x. 2 molsu da neçə qramdır bilirsiniz. 2 dənə 18 olsun. Eləyir 3m üzərinə gəl 45. Nurlan diqqətlə izlə. Bərabərdir x üstə gəl 30. X buradan nəyə bərabər?